Çalışma 2. Tənliyin kökləri cəmini tapın. Baxın, əgər ki, belə bir tənlikdə həm əsasda, həm qüvvətdə dəyişən varsa, onda ya əsas 1-dir, ya x kvadrat çıxılsın, 11x üzərinə gəl 28, böl x çıx 3, 0-dır. Amma başdan nəyi qeyd edirik? X 3-ü ala bilməz, məxrəc 0 ola bilməz və eyni zamanda x 4-ü ala bilməz. Çünki 4-ü alsa 0 olacaqdır. 3 ilə 4-ü başdan qeyd edirik. İndi bir dəfə x çıx 4-ü 1-ə, bir dəfə mənfi 1-ə bərabər etsək, 1 halda 5-dir, 1 halda 3-dür. 3 ala bilməz, amma 5-i alar. Keçək ikincidə. Kəsr o zaman 0 olar ki, surət 0 olsun. Surəti ayırsam vuruqlarına. X çıxılsın 4, x çıxılsın 7, 0-dırsa, ya x-imiz 4-dür, ya 7-dir. 4 ola bilməz, 7-dir. Bunda köklərdən biri 5-dir, digəri 7-dir. Bizdən köklərin cəmi soruşulur. Cavabımız 12-dir. A variantı.